qəti olaraq deyirik ki, şirk deyilsə Allahın istəyi altındadır. Düzdür? Lakin şirki bağışlamayacaq. Çünki Allah vəd verib ki, İnnəllah lə yəğfiru ən yuşraka bihi və yəğfiru mə dunə dəlikə. Şirki bağışlamayacaq, biz deyirik ki, Allah Teala vədinə xilaf çıxmaz. Deyib bağışlamayacaq. Vədə xilaf çıxmaq bu naqislikdir. Amma vaidə xilaf çıxmaq naqislik deyil, tərifdir. Birlə bizə gələcəm, səni döyəcəm. Gedirsən bağışlayırsan onu. Bu tərifdir yoxsa yox? Tərif. Allah deyir ki, şirk eləyəni bağışlamayacaq. Birdən bağışladı. Allah haqqında tərif də Allah haqqında. İcma olunmuş qaydadır. Aydın mı? Bu şirkə don gündirmək deyil. Biz dedik ki, kim şirk eləyirsə, Allahın istəyi altına Allah sizləri da verirsə, bağışlayır. Allah Subhanahu İsra surəsinin 15-ci ayəsində buyurur. Biz elçi göndərməmiş heç bir ümmətə əzab vermirik. Bu dəlildir ki, hər hansı bir şirk edən, küfr edən kimsəyə əzab verilməsi üçün hüccət qaldırılmalıdır. Yəni, haqq ona çatmalıdır. Məlum olur ki, özünü İslam'a nisbət edən biri, amma şirk edənə təkfir hansı halda olunur. Yəni, bu arada odur ki, hər şirk edən müşrik olmur. Böyle bir qayda var. Yəni, məsələn, deyilir ki, belə edən müşrikdir, belə edən ümumi olaraq deyilir. Məsələn, belə deyən müşrikdir və ya belə edən kafirdir, belə deyən kafirdir. Bu problem deyil, ümumi olaraq deyilməsin. Amma şəxsə gələndə isə, yəni o hökmün ona aid edilməsi üçün, endirilməsi üçün gərək şərtlər olmalı və maniyələr aradan qalxır. Tevhid nədir? Yəni tək Allahlığı öyrənmək. İbadətin tək Allaha məxsus olmağını öyrənmək. Ona şərik qoşulmaq. O tevhid budur. La ilahe illallah mənası budur. Və tevhid vahid sözündən. Sadəcə əməlində şirk olub, küfr olub və bidət olub və böyük günah sahib olub, gedib cəhənnəmə. Biz bilirik ki, kimin qəlbində varsa zərrəcə iman, sonunda cəhənnəmdən çıxacaq. O şirk olur. Şirk sayılmır. Olsun. Müşrik o sayılmayıb da. Müşrik sayılmayıb. Müşrik o sayılmayıb da. Müşrik sayılmayıb. Bismillahirrahmanirrahim. Dilin dediyini əqidə tamamilə yalanlayır. Nə üçün? Çünki yalan danışırsınız. Sizə görə İslam dini tövhid dini deyil. Bir kəsə tövhidi olmadığı halda da İslam hökmü verirsinizsə ki verirsiniz, siz İslam dinini tövhid dini adlandırmağınız gözünüzün içine kimi yalandır. Təsəvvür edin, bu insanların əqidəsində tövhidsiz İslam inancı var. Bu dəvətçilərin əqidəsində tövhidsiz İslam, tövhidi olmayan, tövhiddən xəbəri olmayan, la ilahe illallah kəlməsinin mənasından xəbəri olmayan, la ilahe illallah dediyi halda gündə 10 dəfə onu pozan, şirk edən, şirkin bütün növlərini edən kəsə siz İslam hökmü verirsinizsə, cəhalət üzrünü bəhanə gətirərək İslam hökmünü verirsinizsə, sizin İslam dini tövhid dinidir deməyə zərrə qədər haqqınız yoxdur. Deyilsinizsə gözünüzün içinə qədər yalan danışırsınız. Tövhidi olmayan kəsə, cəhaləti səbəbilə müsəlman hökmü verən kəslərin çıxıb belə danışması özü ilə bu qədər sorunlar, bu qədər cavabını heç vaxt vermədikləri və heç vaxt da verə bilməyəcəkləri suallar gətirir. Verəcəkləri cavabları var, bəli. Bir neçəsini deyə bilərəm ki, nə cavab verə bilərlər? Hətta versələr. Birincisi, cəhalət üzürdür haqqında alimlərin mövzu ilə heç bir əlaqəsi olmayan nəqilləri. Alimlərdən nəqillər gətirəcəklər ki, cəhalət üzürlüdür. Halbuki bu barədə dəfələrlə danışılıb, cəhalət üzürlüdür nə deməkdir? Cəhalət üzürlüdür sözünün altında nə dayanır? Yəni onlara əzab yönündən mi üzürlüdür, yoxsa isim yönündən mi üzürlüdür? İsimlə hökmü bir-birindən ayırmadan, hansı ki, İbn Teymiyyə rahimehullah isim və hökmün bir-birindən ayrılmasında icma zikr edir. Muhammed bin Abdülvahhab isim və hökmünü bir-birindən ayırır. Bunlar uzundur, danışmağa ehtiyac yoxdur. Bu nəqilləri, mövzu ilə əlaqəsi olmayan nəqilləri gətirəcəklər. Bu cavab isə bizi təkrar başa qaytarır. Bu halda siz iki şeydən birini etiqad etməyə məcbursunuz. Üçüncüsü yoxdur. Bu cavabı desəniz. Yenə dediyim kimi, ya bu insanların fətrət əhli olduğuna inanırsınız, elədirsə əhl-i sünnət qatında fətrət əhli icma ilə dünyadaykən kafirdir. Ya da müsəlman olduğuna, amma şirk məsələsində cahil olduqları üçün, üzürlü olduqları üçün, Allahın onlara şərik qoşmaları səbəbilə əzab etməyəcəyinə inanırsınız. Allah üzürlü kəsə əzab etməyəcək. Bu mütləq olaraq belədir. Bir məsələdə bir kəs üzürlüdürsə, Allah Əzə və Cəllə onun bu əməlini üzür görübsə, ona əzab etməyəcək. Ya siz onların şirk etdiklərinə görə üzürlü gördüyünüz üçün inanırsınız ki, onlara Allah qiyamət günü əzab etməyəcək.
Əgər elədirsə, onda siz insanlara ən böyük pislik etmiş olursunuz. Onları dəvət etməklə. Nə üçün? Buraxın üzürlü qalsınlar. Buraxın Allah Əzə və Cəllənin əzabından xilas olsunlar. Allah üzürlü kəsə əzab etməyəcək. Şirk edərək, üzürlü olduğu halda Allahın huzuruna gedən, şirkinə görə üzürlü olan kəsə Allah əzab etməyəcək sizin əqidənizə görə. İkinci cavab nə ola bilər? Biz təkfirlə mükəlləf deyilik deyəcəklər. Çünki özlərini İslam'a nisbət edirlər, la ilahe illallah deyirlər. Bu cavab isə yenə iki seçimi sizə təqdim edir. Üçüncü seçiminiz yoxdur. Birincisi, siz sələfin yolundan çıxdığınızı etiraf edin. Çünki sələf özlərini İslam'a nisbət edən, namaz qılan, zəkat verən bir çox tayfaları təkfir etmiş, həm mütləq, həm müəyyən olaraq təkfir etmiş. Hətta onları təkfir etməyənlərin də küfründə icma etmişdir. Cəhmilər kimi, hüluli fəlsəfəçilər kimi, İbn Sina və onun tərəfdarları olan hülulilər kimi onlar la ilahe illallah deyirdilər, namaz qılırdılar, zəkat verirdilər və mütləq müəyyən olaraq əhl-i Allahın kafir olduğunda icma ediblər. Arramilər kimi. İkinci, Quran-ı Kərimə müxalifət edirsiniz. Əgər biz təkfirlə mükəlləf deyiliksə, heç kəsi təkfirlə mükəlləf deyilik. Yahudiləri, Nəsraniləri, Məcusiləri və s. deyəcəksiniz ki, onların kafir olmasında Quranda açıq dəlillər var. Sual yaranır. Allah Əzə və Cəllə Quranda müşrik adı verdiyi, xitab etdiyi toplumlara nə səbəblə bu adı vermişdir? Şirkdən başqa hansı səbəblə onlara müşrik adı vermişdir? Yahudilərə və xristiyanlara, Nəcusilərə kafir ismini verən Allah şirk əhlinə Quran-ı Kərimdə müşrik ismini verməmişdir? Hansı ayələr daha çoxdur, daha açıqdır? Şirk edən qövmlərə, şirk edən tayfalara Allah Əzə və Cəllə müşrik ismini Quran-ı Kərimdə hansı səbəblə vermişdir? Şirkdən başqa bir səbəb var idi? Yəni bu qədər. Dediyim kimi, batilin üzərinə bina olan hər şey batildir. Bir əqidə bu qədər batil olursa, bir əqidə bu qədər yalan üzərində qurulursa, əlbəttə ki, bu özündən bu qədər çoxlu problemlər, bu qədər sorunlar gətirəcək.